Mənə çox deyirdi ki, ata mən hərbçi olmaq istəyirəm. Mən isə onu istəmədim. Mən istədim o müəllim sənətini seçsin. Dedim, yox, bana sən tarix ixtisası seç. Dedi, yox, mən hərbiyə getmək istəyirəm. Hətta bir dəfə sənətləri düzəldim, Naxçıvan sili göndərmək istəyirdim. İmkan vermədim. Hərbiyə çağırılandan sonra mənə o 6 ay içində Polkovnik Cəbrayılovdan təşəkkür mektubu gəldi ki, sizin oğlunuz əsl hərbçidir. İcazə versəydiz onu, biz onu xüsusi təyinatlı hərbi hissəyə yollayardıq. 6 ay orada hərbi kurs keçəndən sonra xüsusi təyinatlı qüvvələrin o bölmələrində çalışmağa başladı. Öz igidliyi ilə, öz qəhrəmanlığı ilə seçilirdi o. Vətən onun üçün doğma, təkcə doğma bir yer deyil. O atasından, anasından, nənəsindən, babasından qabaq idi. Hesab elə o anasından daha çox vətənini istəyirdi, vətəninin qeyrətini çəkirdi. Xalq qəhrəmanımız vardı. Babək xalq qəhrəmanı necə o xalqımız üçün, millətimiz üçün çalışmışdı. Babək də vətəni üçün, eli üçün elə çalışdı. Ona görə də onun adından götürmüşəm ki, Babək bəli xalq qəhrəmanıdır.